Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Ərşad müəllim yenə bir nişan haqqında məlumat hazırlayıb, onu oxuyacağım. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim edir. Bu rubrikamızda sizə 1.7 dairəvi hərəkətlə kəsişmə nişanının mənasını izah edəcəyik. 1.7 xəbərdarlıq nişanı 4.3 dairəvi hərəkət nişanı ilə işarə olunmuş, dairəvi hərəkət təşkil olunan yol ayrıcına yaxınlaşma barədə məlumat vermək məqsədi ilə tətbiq olunur. Bu nişan yaşayış məntəqələrindən kənarda 4.3 nişanı ilə işarə olunmuş bütün yol ayrıclarından 150-300 metr qabaqda. Yaşayış məntəqələrində isə 4.3 nişanı ilə işarə olunan, lakin 50 metrdən az yaxınlıqda görünən və ya stasionar işıqlandırılması olmayan bütün yol ayrıclarından 50-100 metr qabaqda quraşdırılmalıdır. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim etdi. Bizdən tez-tez soruşurlar ki, hansı vaxtlar parklanma ödənişsizdir? Hörmətli sürücülər, bazar günləri parklanma tamamilə ödənişsizdir. Həftənin digər günlərində isə saat 22-dən səhər saat 7-yə qədər parklanma üçün ödəniş tələb olunmur. Sadəcə həmin müddətlərdə, yəni ödənişin tələb olunmadığı vaxtlarda da məntəqələrin doluq vəziyyətinin düzgün görünməsi üçün vaxt açmağınız sadəcə tövsiyə olunur. Bu ona görə həm də yaxşıdır ki, siz gəlirsiniz, park edirsiniz, amma vaxt açmasaz, mən də həmin məntəqəyə gəlsəm, baxıram ki, məntəqədə boş yerlər var, amma saxlaya bilmirəm maşını. Bütün yerlər doludur. Amma vaxt açılsa, mən artıq işimi başqa cür planlaşdıra biləcəm. Buna görə yaxşı olar ki, Az Parking proqramında ödəniş tələb olunmayan vaxtlarda da bir vaxt açıb məntəqələrin doluluq vəziyyətini rahat görə bilək.